Hər kəsə salam. DİM 20 variant sınaq imtahanından birinci qrup sınaq nömrə 5-in izahına baxırıq. Amonium nitrit və mis 2 oksidlə amonyakın qarşılıqlı təsir reaksiyaları verilib. Bu reaksiyalar üçün ümumi olan nədir? Birinci reaksiyadan alınır azot və su. İkinci reaksiyadan alınır mis, azot və su. Su alınır, bu ümumidir. Molekul arası oksidaşma reduksiya reaksiyasıdır. Xeyr, birincisi molekul daxilidir. Daha doğrusu birincisi olur kommutasiya. Çünki eyni bir element atomu iki müxtəlif oksidaşma dərəcəsindən eyni bir oksidaşma dərəcəsinə keçibsə olur kommutasiya. Digəri isə molekul arası olur. Burada mis müsbət 2-dən 0-a, azotda mənfi 3-dən 0-a keçib. Birincisi kommutasiya, ikincisi molekul arasıdır. Bu ortaq xüsusiyyət deyil. Azot alınır, bəli, hər ikisindən azot alınır. Reaksiyadan alınan maddələrdən biri adi şəraitdə bərkdir. Bəli, mis 2 oksidinin amonyakına qarşılıqlı təsirindən alınan mis bərkdir, amma bu reaksiyada bərk maddə yoxdur. Ona görə ortaq olan 1-3 olacaq D variantı. X maddəsi karbonla reaksiyaya daxil olur, silisyumdan daxil olmur. Kükürt hər ikisi ilə daxil olur. Hidrogen karbondan daxil olur, amma silisyumla reaksiyaya daxil olmur. Olacaq B variantı. Eyler-Venn diaqramına əsasən zəhərlidir. Ağ fosfor zəhərlidir. Hidrogenlə reaksiyaya daxil olur azot. Suda həlli olunur. Suda hər ikisi həlli olunur. Sonra xlorla reaksiyaya daxil olur. Xlorla reaksiyaya fosfor daxil olacaq, azot yox. 2, 1, 4, 3 B variantı. Natrium peroksid. Karbon qazı ilə reaksiyası. Natrium 2O2 plus CO2. Alınır natrium karbonat və oksigen. Əmsallaşdırsaq bura 2 yatırıq, burada 2. Burada 2 yazandan sonra düzəlir. Natrium peroksidin kütləsi 31,2-dir. Karbon qazla reaksiyasından alınan oksigenin mol miqdarı X-dir. Aşağıda natrium peroksidin emerini yazsaq 46 plus 32 78-dir. Əmsalını yəni 2-yə də vururuq, eləyir 156. Bu zamanda 1 mol oksigen alınır. Buradan da X bərabər olur 0,2. 5. Oksiddir, adi kimyəvi şüşənin tərkibinə daxildir, amma billur şüşənin tərkibinə daxil deyil. Silisium O2 hər ikisinin tərkibində var. Qurğuşun oksid demək billur şüşənin tərkibində var. Kalium oksid kimyəvi və billurda var. Natrium oksid adidə var, amma kalsium oksid həm adidə, həm də kimyəvidə də var. Ona görə olur E variantı. Karbamid demək amonyakın karbon qazı ilə reaksiyasından karbamid alınır, yəni C variantı 6-dır. 7. Azot və fosfordan ibarət 56 qram qarışığın hidrogenlə reaksiyasından 22,4 litr qaz alınmışdır. İlkin qarışıqda fosforun kütlə payını tapın. Fosfor hidrogenlə reaksiya daxil olmur, amma azot daxil olur. 3 mol hidrogenlə 2 mol amonyak əmələ gətirir. Bu zaman 22,4 litr qaz alınmışdır, yəni amonyak. Bu zaman neçə qram azot reaksiya daxil olur? X. 2 mol amonyak var, yəni 2-ni vururam 22,4-ə. Bu zaman neçə qram azot reaksiya daxil olur? 28. Buradan da X bərabər olur 14-ə. İlkin qarışıqda 14 qram azot varsa, yerdə qalan 56-14, yəni 32 qramı da fosfordur. İlkin qarışıqda fosforun kütlə payını tapırıq. 32-ni bölürəm ilkin qarışığın kütləsinə 56-ya, vururam 100-ə. 56-dan 14 çıxanda qalır 42. 42 56-nın 75%-ni təşkil edir. Sonra 8. X həm silisium O2-nə, həm də CO2-nə reaksiya daxil olur. Demək, birinci karbon. Karbon bəli, hər ikisindən reaksiyaya daxil ola bilir. Buradan silisium O2 ilə girəndə silisium karbid alınır. CO2 ilə girəndə də CO alınır. Parçalama reaksiyasının qrafikinə əsasən metalı müəyyən edin. Demək, görürük ki, duzumuz 3-dən 1-ə gəlib. Yəni 2 mol sərf olunub. Biz elə metalın nitrat duzunu seçməliyik ki, 2 molundan
3 mol qaz qarışıq bunu yerinə qoyub yazırıq. 9-da. Sənin gümüş nitrat. Parçalanan zaman alınır gümüş, NO2 və oksigen. Əmsallaşdırsaq, bura 0.5 atsaq düzəlir. Demək, 1 mol duzumuzdan nə qədər qaz qarışığı alınır? 1.5. Amma deyir ki, 2 mol duz sərf olunub. İkisindən nə qədər alınır? 3. Elə A variantı uyğun gəlir. Həqiqətən də 2 mol duzdan 3 mol qaz qarışığı alındı. A variantı. Hansı reaksiya getmir? Birinci reaksiya gedir. Natrium silikat və hidrogen ayrılır. İkinci reaksiyada magnezium silisid alınır. Üçüncü reaksiyada gedir. Magnezium oksidinə silisium ayrılır. Amma silisium hidrogenlə reaksiya daxil olmur. Y variantı da gedir. Şüşənin aşınması reaksiyasıdır ki, oradan silisium flor 4 və su alınır. Getməyən D variantı olur. Sonra 11. Molekulunda 8 atom olan gübrəni müəyyən edin. Kalium şorası, kalium NO3. Burada 5 atom var. Natrium NO3, natrium şorası, burada da 5 atom var. Karbamid CO, NH2, 2 dəfə. 3 dəfə 2, 6, üstəki 8 atom var. Olur C variantı. Ammafos, NH4, H2, PO4. Burada atom sayı 5, 7, üstə 5, 12 olur. Presipitat isə kalsium, hidroortofosfat və 2 molekul sudan ibarətdir. Burada da 4, 5, 6, 7, 2-ni də 3-ə vururuq. 6, cəmi 13 atom var. Yəni uyğun gələr olur C variantı. 12-də. Bu reaksiyadan alınır P4 ilə CO. Demək, X maddəsi H2 ilə reaksiya daxil olmursa, Y üçün hansı ifadə doğrudur? Burada hidrogenlə reaksiya daxil olmayan olacaq P4. Yəni X ilə P4-dür, Y üçün, yəni CO üçün nə doğrudur? Zəhərli qazdır, bəli, dəm qazıdır və o zəhərli qazdır. Azot birləşdirdiyi metalın molu 2. 1 molu 2 mol metal birləşdirir. Alınan birləşmədə metalın oksijenləşmə dərəcəsini tapmalıyıq. Demək, bunu məsələn birinci götürək. Hər hansı bir ekvivalentli metal azotla reaksiyaya daxil olsun. Alınır metal 3 N2 formasında. Yəni formulu necə tərtib edirik? Azot metallarla birləşmədə 3 valent olur. Metala da 2 valentli demişik. Formulu düzəldəndə metal 3 N2 şəklində yazırıq. Əmsallaşdırsaq bura 3 yazırıq. Burada metalın 3 mol, yəni azotun 1 mol 3 mol metal birləşdirdi. Bu uyğun gəlmir. İndi 1 valentli metal götürsək, metal plus N2. Metal yazaq, N yazaq. Metal 1 valentlidir, azotun da valenti 3, belə. İndi əmsallaşdırsaq, bura 2 yazırıq, bura 6. Burada azotun 1 molu 2 mol, daha doğrusu 6 mol metal birləşdirdi. Yenə uyğun gəlmir. İndi 3 valentli metal götürək. Metal N. Metal 3 valentli, azot 3 valentli formula ilə belə qalır. Şimdi bura 2 yazıram, burada 2 yazıram, düzəlir. Burada azotun 1 mol, 2 mol metal birləşdirdi. Onda alınan birləşmədə metalın oksijenləşmə dərəcəsi neçə olacaq? 3 valentli isə müsbət 3 oksijenləşmə dərəcəsi göstərir. 14. Fosfin üçün hansı ifadə doğrudur? Fosfin pH 3. Havada alovlanır, bu düzdür. Fosforun hidrogenlə reaksiyasından alınır. Fosfor hidrogenlə reaksiyaya daxil olmur. Ona görə bu pH 3 dolayı yolla alınır. Adi şəraitdə bərk maddədir, xeyr, qaz halındadır. Tam yanmasından difosfor pentoksid alınır. Bəli, bu yanan zaman P2O5 və su əmələ gətirir. Yəni difosfor pentoksid alınır. Olur 1,4. C variantı. Sonra 15. Demək, nitrat HNO3 parçalanır, alınır. NO2, O2, H2O. İndi amonium bixromatın parçalanmasından isə alınır. Azot, xrom 2O3 və H2O. Yəni X bunların hər ikisi üçün ortaq olan maddədir. O da olur su. Yəni Y variantı. Diammafos NH4 2 HPO4. 2
2 qat superfosfat, kalsium H2PO4-dən 2. Ümumi olan turş duzdur, bəli. Tərkibində hidrogen varsa turş duzdur. Biri götürürük. Sadə gübrədir. Əgər tərkibində 2 və daha çox qida elementi varsa, bu olur mürəkkəb. Bir qida elementi varsa sadədir. Qida elementlərimiz də K, N, P-dir. Diammofosda azot var, fosfor var. İkisi var, demək mürəkkəbdir. Burada da təkcə fosfor var. Bu sadədir. Yəni biri sadə, biri mürəkkəbdir, ortaq deyil. Sonra tərkibində kalsium var. Kalsium 2 qat superfosfatda var. Bu da deyil. Alınmasında ortofosfat turşusundan istifadə olunur. Bəli, hər ikisinin alınmasında ortofosfat turşusu istifadə olunur. Olur C variantı. Tərkibində 17-də 38% karbon olan fosfor və karbon qarşılığının tam xlorlaşmasına 2,5 mol xlor sərf olunur. Demək, karbon var, fosfor var. Xlorla reaksiyaya karbon daxil olmur. Amma fosfor P-xlor 5 əmələ gətirir. Tam xlorlaşma deyirsəm. Əmsallaşdırsaq, bura 2 yazırıq, bura 2 yazırıq, burada 5 düzəlir. İndi 2 mol fosforun xlorlaşmasına 5 mol xlor 2 sərf olunur. Bəs 2,5 mol xlor 2 nə qədər fosfora sərf olunur? X. Bu da bərabər olur 1-ə. Demək, ilkin qarışıqda 1 mol fosfor var imiş. X mol da karbon. Amma bizə deyir ki, 38% karbon imiş. Əgər 38% karbondursa, onda yerdə qalan 100 çıx 38. Yəni ümumi faiz 100%dir. Onun 38% karbondursa 62% olur fosfor. Və burada da nə qədər fosfor var? 1 mol. Yəni 31 qram fosfor. 62%-dirsə. İndi bizdən ilkin qarışığın kütləsini, yəni 100% istəyir ki, bu nə qədərdir? Burada da 3162-yə bölsək, X edəcək 50%. Yəni 17 olur C variantı. 18. 4 dənə azot 20 elektron verərək keçib. Demək, azot burada -3-dür. Demək, biz burada görürük ki, azot 20 elektron verib. Burada neçə azotumuz var? 4. 4 dənə azot əgər 20 elektron veribsə, bir dənəsinə qədər elektron verər? X, yəni 5 elektron verər. Burada azot -3-dən neçəyə gəlməlidir ki, 5 elektron vermiş olsun? Müsbət 2-yə gələr. Ki, burada azot müsbət 2-yə gəlsə, biz alınan verilən elektron sayı necə tapırıq? Soldan çıxırıq sağa. Yəni, həqiqətən də 5 elektron vermiş olur. Yəni, biz azot müsbət 2-yə gəlirsə, demək, olan birləşmə NO olur ki, azot NO-da müsbət 2 oksigenləşmə dərəcəsi göstərir. İndi bu X oksigenlə reaksiya daxil olur. Yəni, NO oksigenlə reaksiya daxil olur. Nə əmələ gətirir? NO2. 18-də olur Y variantı. Hansı reaksiyalar birləşmə tiplidir? Bu əvəz etmədir. Sink plus H2O alınır. Buradan alınır CO birləşmədir. Buradan da alınır CO plus H2. Buradan alınır magnezyum karbonat. Birləşmə olanlar 2 ilə 4 olur Y variantı. 20. Demək, kalsium fosfidin su ilə reaksiyası baş verir. Kalsium fosfid su ilə qarşılıqlı təsirdə olur. Alınır kalsium hidroksid və fosfin, yəni pH3. Əmsallaşdırsaq, bura 3, bura 2 atarıq, burada 6 düzəlir. 27 qram su reaksiya daxil olur və x qram bura gəlib qaz toplanır. Bəs 6 vur 18 qram sudan nə qədər, neçə qram qaz? 2, yəni əmsalını vururam kütləsini 34-də. Buradan da x bərabər olur 17-yə B variantı. Sonra 21. P2O5 su ilə soyuq halda alınır buradan HPO3 metafosfat turşusu. Burada pirabitələrin sayını istəyir. Quruluşunu çəksək, 1 hidrogen, 1 oksigen, fosfor da yazdı. 3 dənə oksigenin
Biri buradaydı, qalan ikisini də buradan birləşdiririk. Pi rabitələri ancaq 2 qat, 3 qat olan hissədə axtarırıq. 2 qatın biri sigma, biri pi, biri sigma, biri pi. Amma 3 qatın ikisi pi olur. Yəni, pi rabitələr 2 dənədir. Pi rabitə atomların sayının, cəmi atom deyilin indekslərinə baxırıq. 3, 4, 5. 2 də 5-in faiz dediyi üçün 100-ə də vururuq. 40%-ni təşkil edir. X maddəsini müəyyən edin. Kalsium hidrokarbonatla da kalium karbonatla da reaksiya daxil olur. Ümumiyyətlə, baxın, A variantda duzdur. Duzla o zaman reaksiya daxil olar ki, oradan çöküntü alınsın. Kalium nitrat, kalsium hidrokarbonatla kalsium nitrat kalium hidrokarbonat alınır ki, bunların heç biri çöküntü deyil. Ona görə bu reaksiya getmir. Magnezium xlorid, kalsium hidrokarbonatla reaksiya daxil olanda buradan da kalsium xlorid, magnezium hidrokarbonat alınır. Hidroduz çöküntü olmur. Kalsium hidroksid, kalsium hidrokarbonatla reaksiya daxil olanda oradan alınır artıq kalsium karbonat. Bir də su. Yəni çöküntü olan kalsium karbonat alındı. Sonra kalsium hidroksid, kalium karbonatla da reaksiya daxil olanda oradan alınır kalium hidroksidlə kalsium karbonat. Yəni yenə çöküntü alındı. Ona görə C variantı uyğun gəlir. 23. Karbon və silisiumdan ibarət qarışığın hidrogenlə reaksiyasından 2 mol qaz alınmışdır. İlkin qarışıqda silisiumun kütlə payını hesablayın. Karbon var, silisium var. Hidrogenlə reaksiya deyirsə, silisium hidrogenlə reaksiya daxil olmur. Amma karbon hidrogenlə CH4 əmələ gətirir. Burada 2 yazırıq. 2 mol qaz alınmışdır. 2 mol metan qazı alınanda görək neçə qram karbon reaksiya daxil olur? X. 1 molu alınanda 12. Buradan da x bərabər olur 24-ə. 30 qram ilkin qarışığımın 24 qram karbonu idisə, yerdə qalan 6 qramı da olur silisium. İlkin qarışıqda silisiumun kütlə payını tapın. İlkin qarışıqda 6 qram silisium var. İlkin qarışığında kütləsi 30-dur. 6 da 30-un 20%-ni təşkil edir. Sonra 24. Karbon və azotdan ibarət qarışıqda reaksiyaya daxil olan hidrogenin miqdarı. Karbon 2 mol hidrogenlə əmələ gətirir metan. Azot da 3 mol hidrogenlə əmələ gətirir amonyak. Demək, hər ikisi n mol verilib. Karbonun n molu reaksiya daxil olunda nə qədər hidrogen sərf olunur? X. 1-nə 2. X də bərabər olur 2n-ə. 1 azot 3 hidrogenlə reaksiya daxil olursa, n-i 3n-lə daxil olur. Cəmi nə qədər elədi? 5n. 5n nəyə bərabərdir? 10-a. En eləyir 2. Reaksiya daxil olan karbonun kütləsini hesablayın. İlkin qarışığımızda n mol, yəni n tapdıq 2. 2 mol karbon, 2 mol da azot var idi. Reaksiya daxil olan karbonun kütləsi də burada 2 mol karbon var. Yəni 2 vur 12, 24 qram edəcək. Hansı reaksiyalardan hidrogen ayrılır? Birincidə silisium flor 4 və H2. Yəni buradan ayrılır. Buradan da alınacaq natrium, silikat, bir də su. Buradan ayrılmalıdır. Birincidən ayrılır. İkincidə natrium, silikat və hidrogen ayrılır. Buradan CO2, NO2, su ayrılmır hidrogen. Buradan isə CO plus H2 su qazı alınması reaksiyasıdır. Yəni olur 1, 3, 5. 26. Magnezium silisit artıq miqdarda götürülmüşsə, M-i hesablayın. Demək, 26-da magnezium silisitlə H-xlorun, yəni hidrogen xloridin reaksiyası baş verir. Buradan alınır magnezium xlorid. Bir də silisium H4, yəni silan qazı ayrılır. Əmsallaşdırsaq, bura 4 yazarıq. Veya ilk olaraq bura 2 yazıq magnezium. Yox, burada magnezium xlor 2. 2 bura yazdıq. İndi hidrogen də düzəlir. Aha, belə tam olur. Demək, 300 qram 36,5 faizli H-xlor məhlulu deyir. 300-ün 36,5 faizi. Yəni 36,5 3-ə vursaq, 109,5 qram H-xlor reaksiyaya daxil olur.
109,5 qram H-xlor reaksiyaya daxil olanda m qram X qaz ayrılır. Yəni bu nəzərdə tutulur. Silisium H4. Bəs 4 vur H-xlorun emeri 36,5-dir. Bu zaman neçə qram silisium H4 ayrılır? 32. Buradan da 24'e. 27. Karbon atomunun oksijenləşmə dərəcəsinin dəyişməsinin uyğunluğunu müəyyən edin. Demək, bunun ardı görün var, yoxdur. O tərəfdə variantlardır. Karbon silisiumdan daxil olanda alınır. Silisium karbid. Buradan magnezyum oksid və karbon. Buradan isə kalsium karbid alınır. Birincidə karbon sıfırdan gəlir -4'e. İkincidə karbon müsbət 4'dən gəlir 0'a. Üçüncüdə isə karbon sıfırdan gəlir -1'e. Bu da uyğun gəlir 0'dan -4'e. 1'e Y, 4'dən 0'a 2'ye A, 0'dan -1'e C. Y, A, C olacaq. 28. Fosforun duru nitrat turşusu reaksiyasının tənliyini yazın və əmsallaşdırın. Demək, fosfor duru nitrat turşusuna reaksiya daxil olduqda, orada reaksiyanın əvvəlində həmçinin su da var. Qatıda olmur, amma duruda olur. Alınacaq buradan H3PO4 və NO. Reaksiya tənliyini yazdık. Bu birinci cavab. Sonra yenidən yazıb onu əmsallaşdırmalıyıq. Duru plus H2O alınır H3PO4 və NO. Demək, azot sıfırdan gəlir azot müsbət 5'e. Daha doğrusu fosfor sıfırdan gəlir fosfor müsbət 5'e. Azot müsbət 5'dən gəlir azot müsbət 2'ye. Başqa dəyişən yoxdur. Demək, fosfor sıfırdan fosfor müsbət 5'e 5 elektron. Azot da müsbət 5'dən azot müsbət 2'ye 3 elektron. Yerini dəyişirik 3, 5. Demək, buraya yazacağıq 3. Burada yazırıq 5. Sonra bu tərəfdəki fosfora da 3, azota da 5. İndi hidrogenlər sağda 14. 5'i burada. Sağda hidrogen 9 dənə, 5'i buradadsa qalır 4 dənə, orada 2 yazırıq, düzəlir. İndi bu da ikincinin cavabı idi. Bizdən sadəcə əmsallaşdırmaq istəyir. Bitdi bu da. 29. Mis qatı nitrat duru nitratına reaksiya tənliyi verilmişdir. Ayrılan qaz qatısı ilə NO2 alınır, durusu ilə NO alınır. İndi bunların beynəlxalq üsulla adı. Beynəlxalq adı bu olur azot dioksid. Çünki oksigenin 2 dənəsi dioksid deyirik. Bu isə azot 1 oksigen olduğu üçün monooksid olacaq. Bu da olur 29. cavab. Sonra 30. Demək, gümüş nitrat qızdırılır. Reaksiya tənliyini yazın və əmsallaşdırın. Gümüş nitrat. Qızdırılanda alınır gümüş, NO2 və oksigen. Bu olur birinci. İkincidə isə onu yazıb əmsallaşdırırıq. Gümüş nitrat parçalanır gümüş, NO2 və oksigenə. Demək, gümüş müsbət 1'dən, gümüş 0'a, azot müsbət 5'dən, azot müsbət 4'ə, oksigen mənfi 2'dən, oksigen 0'a. Gümüş müsbət 1'dən gəldi 0'a, 1 elektron. Azot müsbət 5'dən gəldi, azot müsbət 4'ə, 1 elektron. Oksigen də mənfi 2'dən gəldi, 2 oksigen, 0'a, 2, bu 2'yə də vuram 4 elektron. Görürük ki, 3 element oksijenləşmə dərəcəsində dəyişib. Biz ona görə redoks edicilərə bir baxırıq, oksidləşdiriciyə də bir. Birincisi gümüş oksidləşmə dərəcəsi azalıb, yəni oksidləşdiricidir. Azot da azalıbdır, oksidləşdiricidir. Demək, bunlara bir baxıram. Oksigen isə artıbdır, redoks edicidir. Bunu toplayıram, eləyir 2, bu da qalır 4. Yerini dəyişirəm 4, 2, ixtisar eləyirik 2, 1. 2'ni yazırıq gümüş nitratın qarşısına. Biri də yazırıq buradakı oksigenə, yəni 1 yazılmır.
Gümüş gətir burada. Gümüşdəki 2 yazmalıyıq. Azotda da 2 yazırıq. Oksigenlər də 6 olur, düzəlir. Bu da oldu ikincinin. Daha doğrusu əmsalları aşağıda yaz. 2, 2, 2. Bu oldu ikincinin cavabı. İndi deyir ki, gümüş bir nitratın neçə faizinin parçalandığını hesablayın. İlkin 50 qram gümüş nitrat var. Amma biz bilmirik bunun nə qədəri parçalanıb. Amma bizə ipucu olaraq verir ki, 66,72 litr qaz qarışığı alınıb. Qaz qarışığı. Görək bu qədər qaz qarışığı neçə qram gümüş nitratın parçalanmasından alınır? X. İndi bizim nə qədər qaz qarışığımız var? 2 plus 1. 3 mol, yəni litrə çevirmək üçün 22,4-ə vururuq. Bu zaman nə qədər gümüş nitrat parçalanır? Gümüş nitrat 170 olur ml, əmsalını da vururuq 2. Buradan da x bərabər olur 34. Demək 50 qram gümüş nitratın 34 qramı parçalanıb, yəni sərf olunub. İndi bizə deyir ki, bu 50-nin neçə faizi parçalanıb? Onda 100-ə də vururuq. Bu da edəcək 68%.